Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamız 1.8 svetoforla nizamlama xəbərdarlıq nişanına həsr edilib. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 1.8 nişanı hərəkət növbəlliyinin svetoforla tənzimləndiyi yol ayrıcına, piyada keçidinə və ya başqa yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişan yaşayış məntəqələrindən kənarda svetoforla tənzimlənən bütün yol ayrıclarını, piyada keçidlərini və ya digər yol sahələrini, yaşayış məntəqələrində isə svetoforun görünmə məsafəsi 100 metrdən az olduqda belə yerləri, habelə yaşayış məntəqələrinə daxil olarkən ilk svetofor obyektini bildirmək üçün tətbiq olunur. Nişan yaşayış məntəqəsindən kənarda, svetofor obyektindən 150-300 metr qabaqda, yaşayış məntəqəsində isə 50-100 metr qabaqda qoyulur. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Bunu bilirdiniz ki, artıq megabayt xərcləmədən Azparking mobil tətbiqindən istifadə edə bilirsiniz. Bu rejimdə istifadəçilər internet paketləri bitəndən sonra tətbiqin əsas imkanlarından internet olmadan ödənişsiz şəkildə yararlana bilir. Bura daxildən yaxın parklama məntəqələrini görmək, parklama müddətini başlatmaq, sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kartla ödəniş etmək, yeni avtomobil əlavə eləmək, fərdi parklanma talonuna müraciət etmək. Hazırda bu rejim Azərsel və Baksel abunəçiləri üçün aktivdir. Amma burada əsas məsələ, nömrəniz bir tərəfli bağlı olmasın və mobil telefonda, smartfonda mobil data funksiyasını gərək söndürməyəsiniz. Beləliklə, Azparking sizin həyatınızı daha da asanlaşdırır.